Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız, həmişə yaxşı olasınız. Bugün 5 maydır. Səhər saat 5-dir. Bugün Elman da mən də ikimiz də işdəyik. Heç nə durmuşuq. Mən indi istəyirəm bir iki dənə paltar ütülüyüm. Ruslan Mehtap paltarlarını dünən yumuşdum deyən səhərə ancaq quruyub. Və öz iş xalatımı hansı ki otpuskaya çıxmamışdan qabaq gətirmişdim, yumuşdum. Qatlayıb qoymuşdum şkafıma. Durum indi onu ütülüyüm. Elman gələnə kimi hazırlaşım. Demişdi ki 5:45-də gələcəm. İndi saat 5:40-dır. Gəlib dayanır. Liftə ki gəlmək bilmir ki, minim liftə gedim. Gəldi. Havanı başa düşmək olmur. Gah yazılar qar yağacaq, gah yağış yağacaq. Bilmədim hansı qırtqamı geyinim. Fikirləşdim ki, əşansla maşındayım da, donası deyil amma. İnansız yadırğamışam işdən. Heç bilmirəm bugün maşın gəlməlidir, mal gəlməlidir. Hər şeyi unutmuşam. Prinsipi hava qəşəngdir. Bir balaca külək var. Yaxşıdır, yox yaxşıdır. Yağış yağsa heç nə olmaz, kapüşonumuz var, taxarıq. Elman yenə xəstələnir. İkdən gözəl çıxır. Demək, ildə hardasa 24-36 dəfə xəstələnir. Bundan çox sarımsaq yoxdur. İmmunitet zəifdir. Sarımsaq nəyə kömək edir? İmmunitet zəifdir. Takip olmasın da. Taveri bizim qardaşlarımızdır. Tüpü. Mən hər şeyə tez yorulub eləyənəm, amma xəstələnməklə elə aram yox. Gəldim, çatdım. Sıkılır orada. Ay Allah. Davay. Bakalım. Bismillah deyək. Darıxmışdım işimdən ötürü. Bugün neçənci gün? Bugün birinci gündür. Kefir tvorog günüdür. Bismillah eləyək. Hop. Bugün sizinlə söhbət eləmək günüdür. Özümə yemək falan gətirmədim. Sadəcə bir dənə çörək gətirdim. Bir də çay gətirdim. Burada çayım qutarmışdı. Bu yöndəmsiz xalat ütüləyənə kimi mən təhər oldum da. Çox belə aşırmalı xalatdır. Özdə üst-üstə də gəlmir. Heç sevmirəm belə xalatları. Neysə ki. Mən bunları geyinim. Deməli, xanımlar bizə jaluzi qoyublar bura ki, gözümüzə işıq düşməsin. Nətər açırlar, Deyəsən, mən bugün belə qalacam qaranlıqda. Çox qurcalamayım. Bir dənə sən açıldın bəsdir. Hop. Saat 6:30-da o digər tərəfdən olan qara jaluzləri də açaram. Bircə görüm ki, oradan pilləkəndən kim düşür, kim gəlir, bəsimdir. Deməli, naborları hazırladım. Kefir tvorog hazırladım. Uca istedi mənə. İndi deyirəm, bəlkə koftan soyunum ki, bu yöndəmsiz xalatı geyinim. Baxın, biraz belə gəzim. Görsəm çox istedi koftan soyunacaq. Ayaq yan gəzməkdənsə koftan soyunub gəzmək yaxşı. Bugün nə
neyini? Bugün mənə yürüyüş zəng eləməlidir. Yürüyüş nə idi? Torpağı alan zəng eləməlidir. Onunla biraz söhbət eləməliyik. Mənə kommentariyada yazmışdınız ki, borclar nə vaxt qutarır, işiniz bankrotluq haqqında danış. Bugün də o haqqda danışarıq. Mövzunu artıq seçmişəm. Paragrafı hazırlamışam. Dərsə hazıram yəni. Bu da bilədim, giyindik. Baxın görün bu günə nə qədər adam oluşdu. 3 nəfər məni incidişdi bugün. Çay qoymadım, çay içmə işinə gətirmişim. Mən çay içən insan deyiləm, çay sevən insan deyiləm. Sadəcə içməyə nəsə varsa içərəm. Yoxdursa çay mənlik deyil. Deməli, ayın 5 işləyirəm və ayın 6 işləyirəm. 2 gün. O zaman mən bunu yazım. Maşının vaxtını dəyişmişik. Eləmişik həftədə 3 dəfə. İndi mən yəqin ki, gələn ayın 12-sinə, 13-sinə mən maşın zakaz eləməliyəm. Hesab kitab apardım. Bugün 82 nəfər olacaq, sabah 74 nəfər. Bu kefir tvorogların məbləğini niyə yazıram? Bugün bu qədər götürəcəklər, sabah bu qədər. Sonra 2 gün burada işləyirəm. 2 günün kefiri tvorogu artıq burada xaladenikdədir. Hesablayıram, görürəm ki, bu məbləğdən azdır məndə naliçkada. Ona görə bilirəm də, yəni kim ki öz günündə gəlməyibsə vermək olar ona, yoxsa yox. Yəni artıq kefir tvorog varmısa verim. Artıq gördüm ki, yoxdur. Hələ buradakı məbləğdən çox azdır pa faktu. Ona görə də kim gedişibsə deyəcəm ki, "Pəjalüstə falan tarixdə gəlin, biz sizə o vaxta zakaz eləyərik." Kimsə məndən soruşmuşdu ki, əgər bəs şeydir, həmən da Malaçkada götürən adamlardır, yəni qızlar. Soruşmuşdular ki, həmən günü gəlməsək nə olur? Həmən gün gəlməyəndə get-gəl çox olur. Deyirik ki, falan tarixdə gəl, əgər naliçkada olsa verəcəyik, bəhmən tarixdə gəl, naliçkada olsa verəcəyik, belənçini. Bir də mən özüm üçün yazdım, bugün kim gəlib götürməyə daha qoşularım. Həmən hamısından yaxşı ayın neçəsi sizə verilibsə avtomatla həmən günü gəlib götürmək. Saat 6:29-dur. Bizi arkadaşlar istesek insanlardan hiç kimse yoktu. Hiç kimse yoktu. Deməli, saat 7:30-dur. Mən artıq açdım qapıları, pəncərələri. Oturub gözləyirəm, görüm kimsə gələcəkmi. Qızlar, o saçımı rəngləyəcəm. Hələ bilmirəm nə rəng seçim. Qara rəng seçim, yoxsa nəsə. Qara rəng elə biraz cavan görsədir. Biraz elə də deyim ki, onsuz da 40-dır yaş. Yenə də cavan göstərir deyə düşünürəm. Bu Sergey çox da deyir ki, mən şey deyiləm, torpağı mən almamışam, mən əlaqəçiyəm, nə bilim, indi bilmirəm nə dərəcədə düzdür. O mənə birinci səfər zəng elədi, o dedi ki, torpağı bəs alıblar, sizin dollarınızı alıblar, 52 minə alıblar, filan saytda baxa bilərsiniz, falan filan, beşməkan. Dedim kim alıb, hansısa bir kadın adı dedi. İnternetdə də baxdım, kadın adı yazılıbdır ki, filankəsi alıbdır. No. Bu mənə ilk səfər zəng eləyəndə mən sizə bunu demişdim. Dedi ki, əgər sizin uşaqlarınızda
mən onlarla necə əlaqə qurum? Dedim, niyə? Əgər onlar da satmaq istəyirsə biz o dolyaları alardıq. Dedim ki, lap deyək ki, satmaq istəsələr, fakt istəmirlər, lap deyək ki, satmaq istəsələr, hansı məbləğə alardınız? Mən soruşdum. O da dedi ki, elə həmən qiymətə sizin dolyanızı necə almışıq, onların da dolyasını heləncinə. Ben de dedim ki, öz-özümə dəlidir, bu xəstədir, bu nədir, bu bizi avam sayır, indi 50 minə torpaq yoxdur. Gəldi. Пока не убирайте, пожалуйста, что-то. Да, еще раз. Сейчас перезагружу страницу. Можно еще раз. Ага, думаю. 6 надо. Сейчас вынесем. Коробочки. Пожалуйста, все у вас. Все, спасибо большое. Приходите. Доброе утро. Пожалуйста, все у вас. Приходите. До свидания. Getdilər. Hə. Deməli, xanımlar. Ondan sonra bu mənə nə qədər zəng elədi. Bəlkə fikrinizi dəyişərsiniz, mənimlə əlaqə saxlayın, nə bilim nə. Mən də bunun nömrəsini saxlanıc elədim ki, bir də bu zəng eləyəndə cavab verməyim. Ya da nə bilim lazım olar da. Nömrəsini yaddaşa qoydum, adını yazdım Sergeyzimlə. Ondan sonra bu nə qədər zəng elədi, mən götürmədim. Nə qədər zəng elədi, mən götürmədim. Hələ hirslənmişdim, dedim ki, bunlar orada birdən ev tikərlər, birdən nə bilim nə eləyərlər, mən hamısına narazı gələcəm. Bilirəm, nezakonludur, prosta hirsimdən deyirdim də. Sonradan bu Sergey gördü ki, mən buna cavab vermirəm. Neçə dəfə zəng elədi, SMS yazdı, gördüm mən buna cavab vermirəm. Hardan, nətər, necə, bilmirəm. Zəng eləyib, uşaqlarla əlaqə saxlayıb, Səbinəyə deyib ki, bəs biz fikirləşdik, torpağı sizə qaytarırıq. Elə həmən qiymətə
Günellə heç cürə əlaqəyə girə bilmirik. Əgər razısınızsa, torpağı qaytarırıq, bizim pulumuzu qaytarın. Biz də uşaqlarla oturduq, məsləhətləşdik, fikirləşdik ki, birdən torpaq qaytarar, birdən mənlə sviyaza çıxa bilmir deyən belə bir şeyə əl atır, yola əl atır ki, mən fikirləşim ki, hə, torpağı qaytarır, götürüm telefonu, onsuz götürməliyəm, prosta əsəbimdən götürmürdüm. Telefonuna vermirdim. Dedik ki, qoy yuristlə məsləhətləşək. Bizim də yuristə düşmək çox çətindir, çox çətindir. Axırda yazdım ki, çatda, yuristin çatından. Yurist mənə zəng eləsin, mənim ondan söhbətim var, işim var. Yurist zəng elədi, yuristlə danışdım, başa saldım ətraflı. Deyir ki, yox, siz ona mütləq cavab verməlisiniz, yoxsa o sizdən şikayət eləyə bilər, falan filan beşməkan. Deyirəm, bilirəm, mən bilirəm ki, o torpaq alıbsa, onun haqqıdır da. Prosta fikirləşdim ki, yenə üstümə düşəcək ki, dilə tutmaya çalışacaq ki, uşaqlar dolyansasın, ona görə götürmürdüm. Deyirdim, hirsim soyuyar, sonra cavab verərəm. Deyərəm ki, istəmirik də, bizə ailəmizə verilibdir o torpaq hökumət tərəfindən, onsuz. Biz niyə görə satmalıyıq ki, o torpağı? Yurist dedi ki, bankrotство o zaman qutaracaq ki, mən o satılan dolyanı həmən adamın adına keçirtməliyəm. Ondan sonra finansовый управляющий ходатайство hazırlayır məhkəməyə ki, bəs bu prosedura уже bitdi, alış-veriş satış mərhələsi bitdi, bankrotstvanı sona yetirək deyə belə bir ходатайство yazmalıdır. Yuristin dediyindən belə başa düşdüm. Mən də Sergeyə yazdım ki, bəs telefonum xarab idi, ona görə sizə cavab verə bilmirdim. Nə vaxt görüşək bu işi həll eləyək? O da mənə yazdı ki, əgər torpağı geri istəyirsinizsə, pasportun falan filan şəklini göndərin, doqur bağlayaq. Mən dedim ki, yox. Birinci, yuristin dediyini deyirəm. Yurist dedi ki, birinci, siz onun adına keçirməlisiniz ki, bu tipi alqı-satqı qutarsın. Ondan sonra həmən insan istəyər satar, istəyər kiməsə pay verər, istəyər sizə qaytarar. O, onun öz işidir. Sadəcə bu mərhələ bitsin deyən alış-verişi qutarmalıyıq da, bitirməliyik. Sergey də dedi ki, o zaman ayın 5-i, yəni bugün iş günü olduğu üçün dedi, ofisdə olacam, ətraflı maraqlanaram, öyrənərəm və sizə zəng eləyərəm. Bugün ondan zəng gözləyirəm, 7 dəqiqədə danışırım. Bugün ondan zəng gözləyirəm, yəni belə anladım ki, alınsa, həmən 52.000 ki, bunlar xərcləyiblər, o 52.000-ə bizə torpağı geri satmaq istəyirlər. Yəni deyir ki, 52.000-imizi verin, torpağınızı geri götürün. İndi dedi, ətraflı maraqlanaram, onu nətər eləmək olar. Torpaq geri qayıtsın. Mənim bir rəfiqəm var idi, rəfiqə deyəndə, rəfiqə əziz dosta, yaxın dosta deyirlər. Biz ondan prosta bir yerdə işləmişdik, nə qədərsə. Və o da bankrotstvoya vermişdi. Onun da heyləcinə torpağını satdığa qoydular, falan filan peşməkan. Mən ondan həmişə maraqlanırdım. Elə o ərəfədə o danışırdı, o ərəfədə mən də bankrotstvoya verdim. Çünki onun dediklərinə gördüm ki, mənə uyğun yöntəmlərləndir də, yəni ona baxıb həvəsləndim, mən də bankrotstvoya verdim. Və o deyirdi ki, mənə, Günel, mən torpağımı satışa qoydular, 10 dolasında onun haqqını, uşaqların haqqını yox. Kim ki bankrotstvoya verir, onun haqqı satışa qoyulur. Və deyir, bu müddətdə satılmadı, gözümə girir, inarsınız. Bu müddətdə satılmadı, mənə dedilər ki, bizim ora-bura falan filan cırta-pırta iminlə torpağı satmağa görə 20.000-mi, 25.000-mi xərcimiz çıxıbdı. Bu torpağı heç kəs almadı 6 ay ərzində. Bu torpağı bizim 25.000-imizi qaytarın, bu torpaq sizə qalır. Deyir, məndə 25.000 torpaq var indi. Deyir, məndə 25.000 onların pulunu verdim, keçirtdim, o torpaq qaldı mənim özümə. Yəni, onun deməyindən belə çıxır ki, onun torpağına 25.000 pul xərcə çıxdı. Bizdə də belə başa düşdüm ki, 50.000 çıxır da, daha nə qarıq. Hər nədir, torpaq qayıtsın, görək nə olur axırı. Tək hər şey yaxşı olsun. Dedi, Elman deyir ki, o dəlidir, o başı çatır, o
balaca bir hissəni alır o boyda torpaq. Sən deyir ona demirsən ki, orada belə-belə ağaclar var. O ağacları gedib kötüyündən kəsmək lazımdır. Orada ev tikmək üçün oranı nə bilim nə etmək lazımdır. Bilirəm, işi çoxdur. Yenə pustoya sahə olsaydı, boş sahə olsaydı, hə, nəsə eləmək olar. Amma nə bilim, bankrotluq qutarsın, onun üstünə də düşərik inşallah. Təki bu bankrotluq qutarsın, borclar, xərcləri qutarsın, ondan sonra günel azadlığa çıxsın, ondan sonra gör bacın nə qayıracaq. Ondan sonra Allah köməkdir, görək nə edirik. Belə. Əslində, mən ömür billah, inarsız, mən həmişə papam düşürdü ki, üstümüzə. Düşün bu torpağın üstünə, gedin orada nə bilim ev tikin, hasar çəkin. Papam həmişə deyirdi. Deyirdim ki, papa, evi başlamaq üçün adam əlində sərmayə olmalıdır, pul olmalıdır. Elə noldan mən gedirəm ki, hə, hasar çəkim, hansı pulla, nə hansı şeylə də olmur, axı hələ pul yoxdur. Papa deyə qalmışdı. Mən də siz istəyən eləyərik. Mən də bilirsiniz şeydir, daçadan əvvəl həmişə istəmişəm ki, kvartiram olsun, evim olsun, başımı soxmağa damım olsun. Daça mənim üçün həmişə yay üçün, tətil üçün olan bir ev da, yəni həmişə o gözlə baxmışam. Ona görə bilirsiniz, insan istəsə eləyər. Ona görə o gözlə baxdığıma görə, istəmədiyimə görə heç nə eləməmişəm o daçanın üstündə. Amma indi bir otaqda yaşayırsan, yemək stolun bu boyda olanda, sabah qonaqlıq olanda, ad günü olanda, uşaqlar yığışıb gələndə fikirsən ki, vay, 4 dənə uşaq, sabah bunlar evlənəcək, ərə gedəcək. 4 dənə 3 qızım, bir oğlum varsa, olacaq 4 qızım, 4 oğlum olacaq da, bunlar hamısı evlənsə, ərə getsə. Sonra nəvə, nəticə, kötücə, ad günü olanda mamagil plus bu bizim uşaqlar hamısını yerləşdirməyə bu boyda yemək stolu çatmır. Ona görə bu axırıncı ildə fikirləşdim ki, yox, mənə kvartiradan əlavə dom lazımdır ki, harda ki mən ailəmi, mən böyük ailə xoşlayanam da, harda ki mən ailəmi bir yerə yığa bilim, böyük stol lazımdır mənə. O böyük stolu mən bir otağa yerləşdirə bilmərəm heç cürə. Ona görə də torpaq evi lazımdır ki, mən sabah nəsə bayram seyran olanda uşaqlar deməsin ki, bir otağa necə yığışacaq, ondansa mama bizə gəlsin, ya nəmisə, qoy o dilləri ata evi, qoy hamısı bizdə yığışsın. Ona görə də yekə stola ehtiyacımız var. Yekə stol içində yekə evə ehtiyacımız var deyə düşünürəm. Uşaqların rahat gəzə biləcəyi, qaça biləcəyi, oynaya biləcəyi bir ev olsa pis olmaz. Bizim torpaq Belistalbıda yerləşir, elə də uzaq deyil. Domodedovodan 3-4 stansiyadır elektrika ilə. Yəni oradan nə ilənsə gedəcəyik, getməyəcəyik bilmirəm. Çünki mən o torpaqda bircə dəfə olmuşam, vəssalam. Görək də bu bankrotluq qutarsın, Allah kərimdir, görək nə olur. Hər şey yaxşı olar, inşallah. Bu da bankrotluq haqqında eşitmək istədikləriniz. Yəqin ki, nə sualınız var idisə cavablandıra bildim. Şokolad tapdım, dedim ki, çay için. Gəldim, çayı toka taxdım. Tokda heç nə saxlamaq olmaz, çünki bilirsiniz niyə bu krant çox pis açılır, bağlanır. Başqa kuxnada krant partlayıbdır, daşıbdır. Yaxşı çaynik partlamayıbdır. Ona görə tokda qoymurlar nəsə saxlamaq. Vot. Toka qoşdum. Gördüm adam gəlir, getdim, qulluq elədim. Gəlib çay süzmüşüm, deyirəm bu çayniyə rəngi çıxmış. Sən demək çayniki qoşmamışammış. Elə bildim çay bıraxdı. Deyirəm yəqin rəng qatmağı unudublar. İndi naturalni çay var, hamısına rəng qatılır. Baxıram ki, buz kimiymiş. Xuş yoxdur. Elə biləm qaynatmışam, sən demə qaynatmamışam. İndi qoydum qaynasın. Deməli, xanımlar, saat 12:31-dir, məndə də abeddir. Mənə Sergey yazmışdı, səhər Sergey Zemля. Bugün ondan söhbət eləməliydik. Şkaf açıq qoydum.
Hə, dedim ki, olar ki, saat 12:30-da məndə abeddir, onda zəng eləyərsiz, danışarıq. O da dedi ki, hə. İnanırsınız, 12:29-da öz yuristim zəng eləyib. Deyir ki, bu Sergey sizdən nə istəyir? Mən ona screenshotlar göndərmişdim mənə yazdıqlarını. Hələ heç kimə deməmişəm, sizə deyirəm. Yəni indicə danışdım yuristlə, tez sizə deyirəm də. Dedim ki, bəs mənə deyir ki, şeydir. Pasportun danlılarını göndərin, biz şey eləyək sizə. Zemlyanı təzədən dala sataq, abratını dala sataq. Yurist deyir ki, onlar heç birincisi ayın 20-sinə kimi torpağın pulunu keçirtməyiblər. Ayın 20-sinə kimi pul keçirtməlidirlər. Onun 2 dənə yolu var. 2 yolu var. Ayın 20-sinə kimi torpağın pulunu keçirtməlidirlər. Ondan sonra bu bankrotluq qurtaracaq. Ya da ayın 20-sinə kimi bu torpaqdan atqaz eləyirlər, torpaq sizə qalır. Başqa heç bir yolu yoxdur. İvapşe məndən Sergeyin nömrəsini aldı. Dedi ki, mən indi nömrəni göndərəcəm finansoy upravляющая. Finansoy upravляющий ondan özü danışacaqdır. Əgər переоформляция nəmisə adına keçirmək falan filan lazımdırsa, onun hamısını finansoy upravляющий eləyir. Siz heç nə eləməli deyilsiniz. Bunlar mənə yurist idi. Mən dedim ki, nə yaxşı. Bizim yuristə düşmək çox çətindir. Sağ olsun ki, mən onunla Sergey ilə yazışanda həmən screenshot elədim, bütün yazışmaları göndərdim yuristə. Ofisə göndərdim, yuristə bugün işləyirlər deyən, bugün mənə zəng eləyib başa saldım. İndi Sergeydən zəng gözləyirəm. Dedi ki, Sergeyə deyərsən ki, bütün nə iş var, hamısını finansoy upravляющий sizinlə özü absurdat eləyəcək. Vəbşə mənim torpağımı Natalya adlı bir xanım alıbdı. Bu Sergey güya ki şeydir. Ortada nə bilim makler deyim, nə deyim, neysə ki, ortada ara düzəldən ondandır. Bəlkə də deyirəm, torpağın pulunu verməmiş, məndən torpağın pulu istəyir ki, satım sizə təzdəndən, maşinliklik tipi. Neysə, bu 2 yolu mən bilmirdim. Bu 2 yol ya 20-sinə kimi pul keçirtməlidirlər, ya da atqaz eləməlidirlər. Atqaz eləsələr lap yaxşı olardı. Nə ora-bura get qaçı olardı, nə də ki bir şey. Gətirim abedimi eləyim. İndi evdəkilərə xəbər verim, görüm nə deyəcəklər. Saat artıq 3-dür və biz hazırlaşırıq, gedək evə. Fikrimi çatdıra bilmirəm. Ona görə çalışacağım kratçı, qısa. Bu Sergey ki var, bizə yazdılar ki, kompüteri перезагрузить eləyin. Ona görə qoşuram təzdən. Bu Sergey ki var, hansı ki torpağı alıb. Mən ona yazmışdım ki, bəs bu işi axır kimi eləmək lazımdır. Mənim yuristim deyir ki, alqı-satqı olmalıdır. Ondan sonra mənim işim bankrotluq olacaqdır. O da yazdı ki, əgər saxlamaq istəyirsinizsə torpağı, bizə pasport danılarınızı göndərin. Biz sizinlə doqvar bağlayaq. Mən də yazdım ki, saxlamaq istəyirsiniz nə mənadır, nə deməkdir, nə demək istəyirsiniz anlamadım. Yazıb ki, yəni torpağı geri istəyirsinizsə, biz sizə satırıq. Mən yenə yazdım ki, bəs mənim yuristim deyir ki, öncəliklə alqı-satqı olmalıdır ki, bankrotluq prosedurası qutarsın. Ondan sonra Sergey istəyir, kimə istəyir pay versin, kimə istəyir satsın, o ucu Sergeyin öz işidir. Mənim yuristim belə deyib. Sergey də dedi ki, o zaman mən ətraflı öyrənərəm və sizə ayın 5-i yazaram. Yəni bugün iş günü. May bayramları idi deyən, dedi ki, ofis ayın 5 işləyir, ətraflı öyrənərəm, sizə yazaram. Mən də bu yazışmaları screenshot elədim, göndərdim öz bankrotluq orqanizasiyama. Onlar da yurist yazdılar ki, bayrama görə işləmirik, ayın 5-i sizə cavab verərik. Ayın 5-i, yəni bugün Sergey mənə səhər yazdı ki, bəs sizə nə vaxt zəng eləyim? Mən də yazdım ki, 12:30-da mən işdəyəm hal-hazırda. 12:30-da naharım olacaqdı, abed. O zaman zəng eləyərsiniz, rahat danışarıq. Yazdı ki, yaxşı. Nə işdirsə, 12:28-də mənim yuristim zəng elədi. Dedi ki, sizin screenshotları gördüm. Bu Sergey sizdən nə istəyir, niyə sizdən əl çəkmir, yenə mi uşaqların dolyasını istəyir falan filan. Dedim ki, yox, bu səfər belə deyir. Deyir ki, dolyanızı saxlamaq istəyirsinizsə,
pasport danlalarını mənə göndərin, biz sizinlə doqor bağlayaq. O da dedi ki, yurist mənə dedi ki, siz heç nə eləməli deyilsiniz. Siz onunla liçnə görüşməli deyilsiniz. Birincisi Natalya adlı bir kadın alıbdı torpağı. Sergey ya onun sağ əlidir, ya Allah bilir nədir. Onlar ayın 20-si maya kimi, 20-si may idi, hə, yazmışam bir qırağa. 20-si maya kimi onlar pulu köçürtməlidirlər Şota. Pulu hələ köçürtməyiblər. Algı olubdu, amma pulu hələ köçürtməyiblər. 20-si maya kimi köçürdürlərsə, zemlə onlarındır. Onların adına keçirmək falan filan, bu sizlik deyil. Bunu finansovi upravляющий eləyəcək, dedi. Siz vəbşə heç nə eləməyəsiniz, mənə deyir. Ya da ki, ikinci seçimləri odur ki, torpaqdan atqaz eləsələr, biz kreditorlara deyirik ki, bu torpaq satılmadı, bu torpağı istəmədilər və o torpaq qalır sizə. Yəni, iki dənə seçimləri var. Ya ayın 20-sinə kimi pul köçürürlər, torpağı alırlar, ya da elmə yazıb ki, haradasın, yəqin gəlmir. Ya da atqaz eləyirlər, torpaq qalır sizə. Sergey ilə danışın, Sergeyə deyin ki, mən uşaqların dolyasını satmıram. Sergeyin nömrəsini yurist istədi, verdim yuristdən. Dedi ki, nömrəni göndərəcəm finansovi upravляющая. Finansovi upravляющий onunla danışacaq. Sergey mənə zəng eləmişdi, mən uspet eləyib götürə bilmədim. Ona görə də bugün Sergey ilə danışmamışam. Daha uca rahatam ki, nömrəni verdim yuristə, onlar özləri əlaqə saxlayacaqlar Sergey ilə. Elman yazdığına görə ya Elman artıq gəlibdi, ya da gəlmək üzərədir. Vay küləyə bax. Bilirəm qızlar, doğru düzgün bir şey başa düşmədiniz, çünki mən fikrimi çatdıra bilmirəm heç vaxt. Neysə, bıraxaq axırına dillər. Görək nə olur. Bıraxaq axarına bıraxaq, görək nə olur. Saat artıq 4-dür, mən də Elmanı gözləyirəm. Deməli, saat 4-də qalandan Elman yazır ki, mən yol gəlirəm. Haradasan? Çıxmışam, gəlmişəm Astanovkaya. Uca saat 4-dür, Elman hələ yoxdur. İndi yazır ki, 2 dənə avtobusun dalındayam. Vay. Verniz. Yaxşı, özüm gələrəm, yaxşı. Молодежь-dur, молодежь. Neçə yaşın var? 17 oldu mən. Saçmaz vurub, belə şey, tacik bala. Az vurub, yoxsa çox qısaldır? Çox qısaldır. Gəldim, çatdım evə, saat 5:15 dəqiqə. Deməli, xanımlar, biz yeməyimizi yedik. Suyumuzu içdik. İndi söz verdiyimiz kimi Ruslanla konfetlər hazırlayacağıq. Da, Sinu? Да.
Что для этого нам надо? Нам нужен шоколад. Где он, кстати, мам? А? Где глазурь? Шоколад идет в другой стола. А где он? Слушай, ну, я не знаю, где наша карамель? Что-то я не нашла. Şokolad deyil. Bu keçən səfərki şokoladda hansını ki Ruslan işlətmişdi. İndi bunun üzərinə yenə əlavə eləyəcəyik və yenidən əridəcəyik. Скушонка есть? Да, есть. Доставай. Deməli, korpuslu konfetləri düzəltmək üçün bizə lazım olan ərzaqlar çox sadə konfetlər hazırladığımıza görə bizə cəmi bu ərzaqlar lazımdır. Neçə gündür Ruslana söz verə-verə qalmışam, amma Ruslan özü də görür də ki, səhər axıra, axşamdan axıra evə gəlirik, axşam bir çağı, o da ancaq yatmaq üçün. Çox yorğun oluruq, çox. Amma bugün Maloçkada olduğumuza görə tez gəlmişik və bugün biz axır ki bu konfetləri hazırlayacağıq. Çünki hərdən çay içmək istəyir insan, çay içməyə də heç nə yoxdur. Mən isə çayı heç nəsiz içə bilmirəm. Deməli, Rusik əlini yuyub gələnə kimi mən araq istər doğrayım deyə düşündüm. Vaxtda biraz qənaət edir. Araq istər, bizdə duzlu araq istərdi. Əslində mən elə çox duzlu sevmirəm. Məndən olsa yaram bunu. Həqqi yaram. Ürəyimə yatmırsa yatmışsa. Gözləyim mən bunları yuyum qəşəng. Bir yandan sonra bir reis qovuracam ki həm qurusun, həm də qovrulanda daha dadlı olur. Araqsın hamısını götürdüm. Gedirəm bunu yumağa. Bunu hələlik qırağa qoyaq. Birinci spirtlə qəşəng silək bunu. Yaxşı mı? Eləyim yoxsa özünü eləyirsin? Я сам сделаю. Davay. Ağırdır. Hamısını yeri tökəsən. Ay sağ ol. Bu spirti mənə o vaxtı papa vermişdi. Tez-tez sil uçmamış. Mən də işlədirəm ara sıra. Deməli, mən araq qızardana kimi, qovrana kimi Rusik də formanı hazırlasın. Dərsmi? Вместе мы села, да? Сделаем конфеты и с чаем попробуем. Aman çocuğum ama belki bir 10 lira konfet hazırlayalım. Şu. İndi bir balaca yenə təzə vatni disk götürdüm. Bir balaca bunu yağlayacağıq. Sınıq. Gəl dədi. Dedim yoxdur da, tullamışam onu. Bir balaca. Rusik indi bundan indi yağla sil bunun içine. Yaxşı mı? Nə? Mən də işlətdiklərimizi bir götürüm. Qəşəng sil. Еще немножко галет добавь туда. Валяйте. Это что? Ну, где-то одну горсть добавь. Koyaq ərsin. Вот только, да? Da. Ну, еще. Lazım olar yenə əridərik. Olmaz. Dondurandan sonra обратно qaba tökərik. Все. Ложку вытаскиваем. И qoyuruq mikrovолновкaya. Краткими импульсами, хорошо? То есть немного поставила. Da, bir balaca əriyi saxlayırsan, sonra çıxarırsan, qarışdırırsan. Saxlayırsan, çıxarırsan. Я когда делаю? Ha? Я когда делаю понемножку. Qatışdır, öz üstündən əriyəcək. Deməli, qəşəngcə qovurdum, qapqaynardı. Biraz daskanın üstündə soydum, sonra doğrayacağım. Вот это вот.
Смотри. Ну ты знаешь. Я знаю. Где-то одну ложку. Цнатёч и беле-беле kalkız yukarı. Хорошо? В прошлый раз я пальцем делал. А сейчас мы делаем аккуратно, эстетично, красиво. Где-то пол-ложки. Может, сольем? Сольем, может? Потом. Hala biraz kalsın, kurusun, donsun, sonra сольем. Хорошо? Сможешь дальше сам? Не знаю. как. Пол-ложки возьми. Давай чуть меньше. Какие потом? Ой, какие? Как надо? Да. Sürt boşqabın qırağına, не надо там играться. Dedim ki içənlə işləyirik, bayaq dedim. У тебя одна рука постоянно в запасе, я не знаю почему. Həmişə içənlə işlə. Бог нам почему два руки дал? Чтобы две руки, чтобы одну в запасе держать. Как-то так, правильно? Правильно. Elə тонкий слой olmasın, хорошо? Он у меня сливается вниз. Ничего. Ama orasında şokolad yoktu. Ага, подними. Ай, молодец. Все, теперь следующий. Надо сделать так, чтобы края были обязательно в шоколаде. Araq istər soyudu ama qaynar olduğuna görə daska biraz əhildi. Mən də sürdüm daskanı o bir üzünə. Ничего, я потом сделаю. Sürdüm o bir üzünə. Təzədən isti araq istəri tökdüm bu bir tərəfindən. Dedim bəlkə qaydar formasını tutar. Görsüz stonusunda yellənir. Belə azmaz xırdalayırıq. Balacalaşdırırıq araq istəri. Bunu çöndəririk belə. И вот так стучим. Хорошо? Сможешь? Сможешь? Он же слишком... Ты сможешь? Нет. Gedüde belə düşsən də. Tut görmə. Burada ne var ki? Tut bunu. Aha, bundan da vur, lişnilər tökülsün. Да. Смотри. Все, что же надо было, капнуло. Вот эти лишние. Мы сейчас будем тискать. Да, белянтина. Убираем лишние. Или можно было бы вот сюда вот салфетку положить, влажную, и так вот. Уже tutmak istiyor. Видишь? Они уже начинают схватываться. Сейчас мы будем... Ben bak, bura bak. Делать второй слой. Да, görürsən tutur уже formasını. Так, давай, второй слой. А уже так сразу не должен ничего не Не надо ничего. Koy bunları da yığın. Можно, в принципе, второй слой из этого сделать. Вот он уже, видишь? Да. Ben sana gördüm ki, это глазурь, его не надо в морозилку. Он сам по себе Я схватится. в морозилку поставила. Зато как быстрее. X2 скорости. Karıştırım erisin. Или, мам, можно было, чтобы все слилось, просто вот так вот ее перевернуть, положить и вот так вот руками постучать. Да. Не очень сильно. Koy bunu все-таки mikrovalnovkaya koyalım, içinde komочек kimi qalır. Yoxsa bəs yaxşıdır. Не надо поставить. Поставить? Да. Хоть чуть-чуть. Да. Bir balaca, çox yox. Bir balaca qoyaq. Hop. 20 секунд. Zato şeyi göstər, şokolad qabını, nətər dondu sizə. Показать? Hı-hı. Включи. Включен. Baxın. Donublar içində. Все. Çox yox. Neçə saniyə saxladım sana? 3-4 sekundu. Не, больше. 20. Думаешь? Ну, Давай indi время второй слой. быстро летит. Давай indi этот второй слой. Время быстро летит, дети взрослеют. А так başka hiç ara не летит время. Дети становятся умнее. Сможешь сам сделать? Ну да. Test et. Yaxşı? Ну, попытаюсь. Kim o yani?
Tamam. Dальше sən. Çox xırda-xırda eləyim araq istəri. Слишком мелко рубить. Да, да. Шоколадки не такие большие. Umniçka. Araq hissləri elə çox xırda eləmə. А надо было. Karamel əlavə elədik. Hazır karamel. Bu bizim bir konfetimiz olsun. Сейчас немного спасится, а потом снова еще раз. Bakın bu bizim bir konfetimiz olsun. Ну, чик-чик. Начинка. Söyleme. De. Есть еще мало. А, я помню лучше. Rusik deyəsən yox oluyor. Biz artıq elədik, baxın içini beləsinə əlləşdik ki, prosveçit eləməsin. Sən prosveçit eləməsin Azərbaycanda nədir? Boşluqlar olmasın da, yəni hər yeri şokolad olsun. Belə baxanda o tərəf görsənməsin. Bu da bizim karamelimizdir. Сказать или сам сделаешь? Сам тем. Давай, начинканы töy, mən ikinci начинkanı Еще hazırlayım. надо немного места оставить, да? Bir kuşkasında bir balaca yer saxla. Я тебе тоже говорю остановиться. Так, ты еще с кокосом хочешь, да? Да. Пошустрее. İstəsən bir dənə də bir qaşıq verim. Da. Eləsən səhərə kimi olur. Yerləyənəs. Давай. Bizim video yaman uzun oldu. Sonlaşqa. Давай пошустрее. Kasa kokos. Вот так, да? Da, da. Da, da. Yaxşıdır, yaxşıdır. Hələ azdır. Üstünə yenə tökəcəyik. Kokosu əlavə elədim. Və üzərinə quşonka əlavə edəcəm. Gözə, hər şeyi gözə yarı götürürəm. Çünki niyə? Çünki bilmirəm nə qədər konfet eləyəcəyik. Почему? 9. Tam 9 içəyik. Ну, я так решил. 3 в одном и 3 так. 3 умножить на 3 равно 9. Həqiqətən. Elə, sən də elə, mən də eləyim. Bir-birimizə kömək eləyək, tez qutaraq. И я начинку делаю, что-то с начинкой, и ты что-то с начинкой делаешь. Həqiqətən. Gustoy olmasın ha. Yoksa gustoy olsun. Belki biraz jiji olsun. Не знаю. Давай biraz jiji olsun. Все, bu da ikinci načinka. Хотя mənə gəlir ki azdır. 9'dan konfeti. Там Юрий говорит, что мы будем делать что-то по типу Рафаэлок. Я сказала, что мы будем все-таки делать. А, Ты сказал? Я сказала, Dedin evdə eləyəcəyik. да. O nə dedi? Он сказал, ну, я сказала про начинку, это давно было. Я сказала про начинку сгущенка с... Aha, sabah pararsan verərsən. Daha Да, dedi sənsən. да. Она сказала, ну это я не сегодня сказала. Ну что? И вот, она сказала, что-то по типу Рафаэлок, да? Да, Ну, типа сгущенка и это, типа Рафаэлка. da. Skuşuna kayık kokuz. Elə eləyirik ki, sonuçta üstü düz olsun. Ровно olsun. Понятно? Balam yorulub müddətlə gəlir. Мгм. Вспоминаю зачастую, когда вот давно не лежал в кровати вот дома. Пришел домой со школы, было так нормально, но у тебя тело немного холодным было. Прыгнул в постель и быстренько укрылся одеялом. Так приятно. У меня тело было холодное.
Нет, когда вот ты gulaешь Ha, немного, ha. и у тебя тело... Sən bəlkə ölmüşdüm mən. Heç soruşaydım mama ölmüsən sağsan. Ha? Stолько хватит, да? Belə bəsdir, hə? Bunu da eləyək qoyaq marazikaya tez olsun, yaxşımı? Мало, да, осталось? Вот я вот думаю, isidim yoxsa belə yaxşıdır? Нормально так. Как раз таки почти все уже остыло. Birdən bağlamaz üstünü, baxın deyəcəm. Поэтому было удобно. Да, yoxsa lучше isidik. Да? Не. Не, нормально. Нет, лучше isidik. Чтобы ровно olsun. Əsl mağaza. Bu bizim. Onu biz yeyəcəyik. Ну и так мне там все будет сладко, если там ничего нет. Hı? Все, yumuşattık bunu bak. Он сейчас все дырки закроет. Сейчас лучше вытереть, пока он не... Нет, вытирать не буду. Высокий oldu bizim şokoladlar. Yok, bura. Bak. Вот здесь. Хорошо? И что мы сейчас будем делать? Вытаскивать. Как? Böyle biraz aralaya, tartıştıra. Понятно? Вот. Böyle Можно я вот возьму нож и обрежу лишнее? То есть, Не надо. если его вот так вот... Видишь, они сами выпадают. Да. Если его вот так вот поставить, видишь, вылезут по бокам лишнее. Düz görək bura. Özümüz eləyirik də, sınıb. Nə vaxt padark eləsən, onda düz qəşəng eləyirsən. Сегодня. Подарок буду делать сегодня. Ну С как? новостью. А вот где возьми и оставь их. Просто. Съедим сейчас. Сидим сейчас. Съедим. Kokosla eləməyək bə? Ну, сделаем, а потом с кокосом попробуем еще. Na вкус и цвет. Ау. Nətərdir qızlar? Bulantıq çəkir, niyə? Подожди-ка. Кто-то скушал? Ну как? Zubы съел. Mənim uşağım yorulub. Ayaq üstə yatır. Да, Сонок? Такое ощущение, что ты сейчас поспишь. Вкусно? Еще у нас кокос в очереди стоит. Очень. Что очень? Попробуй. Я с чаем буду. Холодно. Руки холодные, нельзя медленно, знаете. По очке облезешь? Это потому что Али шоколадов. Нет. Карамель. Карамель? Там же типа дырочка у нас маленькая. Оттуда карамель выходит. Seni görüyorum. Biz artıq çayı qoyduq ki, çayla içək, prop snimat eləyək. Ona kimi mən də qabı yuyuram və təzədəndən kokoslu konfetlər düzəltməyə başlayacağam. Вот это тоже получается. Ну, красиво, ровно. Ну, до этого тоже красиво, ровно получается. Не гурман, ты чай будешь? Не будешь чай? Не буду. Вот вопрос. Вот сейчас ты это делаешь, потом еще будешь делать? Ну да, пока начать не закончится. Просто istəmirəm, qarışsın. Buydu, arахis. Я понял, что делать. Gözdən eləyəcəm. Buydu arахis, bir də buydu da.
А хотя... Да. Там горел. Там горел. O biriləri ne bura? Bunlar уже kokosdur. Да? Угу. Дай мне я их затащу. Я сейчас быстренько сделаю. Нет, я не быстрее, я быстрее. Ay altı koptu. Go. Görsənir. Я видел. Видишь? Да. Это симпаде. Порохом пропах. Я не понимаю, мам, ну ты что, петь не умеешь или что? Неправильно поешь. Этот праздник. Дон, дон, дон. Дон, 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 дон. Дон, 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 дон. Дон, 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 дон. День Победы. Və bu da bizim konfetlərimiz. Hələ ardı var. Prosta dalşı çəkmək istəmirəm. Yoruldum, həm də ki çox telefonumun yaddaşı dolur. Üstünə ağ şokoladla elədiklərim kokosladır. Digərləri isə araxislədir. İndi biz ardını eləyək. Sonra görək axşama nə bişiririk. Ruslan müəllim, siz hər iki şokoladdan da yediniz. Hansı xoşunuza gəldi? Araxislə yoxsa kokosla? Не знаю даже. В смысле не знаю даже. И то, и другое вкусно. И то, и другое вкусное. А если бы тебе dали выбор, ikisindən birini seç çay içməyə, bir dənəsini götür. Какой бы ты выбрал? Кокос, наверное. Кокос? Больше всего любишь кокос, как Sabina, да? Ты же обожаешь кокос. Mən yadıma gəlir, mən tort pişirmişdim, düşdün üstümə ki, üstünə kokos səp ana. А еще вот помнишь, в Перекрестке мы были, я говорю, мам, давай купим кокос. Xoşdur mənim balam. Есть один блогер такой, мальчик, он берет вот так вот кокос, берет локоть и вот так, вот так кокос открывает, а потом вот так пьет из него. Bu qola nə dedin? Niyə qırmızıdır? Qolun, koftan niyə qırmızıdır dedin? Не знаю. Это у нас... Koftasına baxın. Məktəbdə? Да, в раздевалке есть такая перегородка, типа деревянная, большая. Hə, kraskalayıblar. Нет, там было там было мыло по-нашему. Но я вот сейчас попробовала отмыть, это не мыло, по-моему. Может, что-то другое, похоже на мыло? Может быть. Парафин falan. Мне одноклассник вот так вот взял, вот так Фу. попробовал. И? Сказал, что это вишневый сок, а потом такой, это мыло? Это мыло? Я ему такой говорю, ты что, мыло съел? Вот так вот на руку сделал, а потом как ты весь испачкался. И тебя заодно испачкал, да? На сколько раз 4 меньше на телефоне? Чего? На сколько раз 4 меньше 36? В 9 раз. Ну, bütün testlerin cevabını bilsən də, zачем ты у меня помощь просишь? Ну, я просто не знаю. Çöldə yağış yağır. Сколько получится, если 72 разделить на 9? 8. Ну и все. Это не все. Hə, çöldə güclü yağış yağdı, dayandı. İndi bilmirəm, yazılıb ki, birazdan yenə yağış olacaq görəkdə. Deməli, biz qərar verdik ki, bugün vermişik qızardaq. Polka. Vermişin yoxdur. Uzun spagettiləri qırıb qızardacağam. Həm tez, həm də hamının sevimli yeməyi.
Ketçup da var, qatıq da var, smetan da var. Azı ketçupdan da var. Soğan qovurması var, amma o qaynanmış makaron üçündür də. Şurada yenə yağış yağır. Yeməyimiz artıq hazırdır və biz çox vaxt qazmaq xoşlayırıq deyəm. Altını hələ söndürmürəm, gözləyirəm ki, dibi biraz tutsun, bərkisin və qazmaq kimi xırt-xırt olsun. Ona görə biraz saxlayacağım. Çöldə yağış yağır. Ой, Belə yaxşı çəkir də. Включи свет, включи. Göründü? Ha? Mən də düşürəm. Gördün? Yağış yağır amma səhərə kimi yağıb hər yeri su eləməsə yaxşıdır. Də sınaq. Deməli xanımlar, bu gün burada biraz danışmaq istəyirəm. Bəlkə də indi sizi incidir, bezdirir ki, mən işdən gələndən sonra uşaqla gah matematika eləyirəm, gah şokolad eləyirəm, gah nə bilim jele eləyirəm. Əlləşirəm, vuruşuram ki, uşaqla daha çox vaxt keçirdim. Onun istədikləri şeyləri eləməyə çalışıram. Və deməsin ki, mamam bütün günü işləyir, mənə vaxt ayırmır falan filan. Ona görə də onun nazı ilə oynayıram. İndi o biriləri digər uşaqlar, qızlar böyükdürlər, onlar məktəbə işə gedirlər. Onlara belə başa düşürəm ki, artıq mama sevgisi elə vacib deyil. Hamısı həyata tutunmağa çalışır. Amma Ruslan baladiyadır deyən, Ruslanın üstündə işləyirəm də. Bacardıqca onunla çox vaxt keçirmək istəyirəm ki, həmişə dediyim sözü deyəcəm, bəlkə də əsəbləşəsiz, işlənəsiz yenəmsə. Ki, sabah mən bu həyatda olmayanda mənimlə bağlı heç olmasa az da olsa anılar olsun uşaqların. Nəysə qızlar, bugünkü vloqum bu qədər olsun. Bu vloqu yəqin ki, mən ayın 16-sı mayda yükləyəcəm. 16-sı may mənim sevimli bacım, İvanovda yaşayan bacımın doğum günüdür. Onu təbrik edirəm. O mənə sağ olsun dar günümdə. Həm maddi, həm mənəvi, hər tərəfli dəstək olur. Sağ olsun. Allah ondan qəni razı olsun. Allah onun balalarını qorusun. Balaların mürvətini görməyi nəsib eləsin. Arzu muradı varsa həyata keçirsin. Ad gününü təbrik edirəm bacı. Necə belə illərə çıxasan inşallah. Sevdiklərinlə, əzizlərinlə birgə. Allah o gözəl ürəyinin rənginə görə versin. Hər dəfə deyirsən ki, Allah səni həmişə yaxşı insanlarla qarşılaşdırsın. Nə yaxşı ki, səninlə qarşılaşdırıb. Ümumiyyətlə hər dəfə deyirəm, yenə deyəcəm. Nə yaxşı ki, bu YouTube-da mən sizi tanımışam. Nə yaxşı ki, sizin kimi bacılarım var. Allah hər birinizdən razı olsun. Bu da mənə səndən vlogdan təbrik olsun. Deməli, nə qədər desəm də azdır zaten. Allah ondan, onun elədiyi hərəkətlərdən qəni razı olsun inşallah. Bu günlük vloqum bu qədər olsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Bizimlə qalın. Hələlik.